Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Bu gün söz verdiyimiz kimi kurikulum dərs 4-ə baxacağıq və dərs 4 inteqrasiya mövzusundan olacaq. Açırıq kitabı. Deməli biz səhifə 11-ə qədər deməli ən son müəllimlərin etik davranış qaydalarını keçmişdik. Bu gün səhifə 12, 13, deməli 14, 15. Yəni inteqrasiya mövzusunu keçəcəyik. 12, 13, 14, 15. Bu mövzulara baxacağıq. İnteqrasiya, deməli, bu mövzu keçən il biraz dəyişiklik olundu. Hər nə qədər dəyişiklik olunduğunu qəbul eləməsələr belə, ancaq inteqrasiya mövzusuna dəyişiklik olundu. Yəni keçən il, deməli, bu Arti sınaq elədi. Deməli, Arti Təhsil İnstitutu sınaq elədi. Sertifikasiya imtahanına olan müəllimlər üçün kimya, biologiya, fizika, coğrafiya bu fənlər üçün keçən il sınaq elədi və həmin sınaqda olan suallar əvvəlki illərlə, qaydalarla üst-üstə düşmədi. Sonra məlum oldu ki, bu deməli mövzularda dəyişiklik var. Deməli bizdə bu Time 2026 metodika dərsliyində də bu dəyişib, bu mövzu artıq geniş verilibdi. Əvvəlki illərdə belə geniş verilməmişdi. Artıq burada geniş verilibdi. Bu geniş qaydaya əsasən mən də bu kitabı əsasən izah edəcəm. Bir də mənə soruşurlar ki, Coşqun müəllim, hardan oxuyaq? Bəzən məsəl üçün bəzi kitablar adları atırlar, mənasızdır. Heç bir kitabdan oxumayın. Səhv istiqamətdə gedib bildiklərinizi səhv yazacaqsınız. Deməli, ancaq bu kitabdan oxumaq lazımdır. Time kitabından. Başqa heç kəsin, heç bir şəxsin kitabına müraciət eləməyin. Hey, hamısı bu dəqiqə köhnədir. Hamısı yeni metodik çərçivəyə uyğun deyil. Siz yeni metodik çərçivəyə əsasən yeni kitabla hazırlaşmalısınız. Oldu, heç kəsin sözünə aldanmayın, yeni kitabla hazırlaşın. Deməli gəldik inteqrasiya. İnteqrasiya nədir? İnteqrasiya deməli əvvəla sözünün mənasına baxırıq. İnteqrasiya nə deməkdir? İnteqrasiya təlimdə inteqrasiya yəni ki, əlaqə deməkdir. Fən daxili, fənlər arası və fənn üstü olmaqla inteqrasiyanın 3 növü var. Əvvəl inteqrasiya kitabda balaca bir şeydir. İndi 4 səhifə bundan deməli məlumat veriblər. İnteqrasiya əlaqə, məsəl üçün fən daxili inteqrasiya var. Bir fənnin daxilində mövzular arasında. Fənlər arası inteqrasiya var. Bir fəndən digər fənnin əlaqəsi. Fənn üstü inteqrasiya var. İndi gəlin baxaq. Təlimdə inteqrasiya deməli şagirdlərin bilik səviyyəsini genişləndirir və dərinləşdirir. Niyə şagirdlərin bilik səviyyəsini genişləndirir və dərinləşdirir? Səbəb nədir? Çünki artıq bir mövzu ilə digər mövzu əlaqələnir, bir fənlə digər fənn əlaqələnir deyə şagirdlərin bilik səviyyəsi də avtomatik burada neylənilir? Genişlənir. Yəni bir mövzu ilə digər mövzu əlaqələnirsə, bilik səviyyəsi genişlənəcək. Sərbəst fikirləşə bilirlər şagirdlər. Öz təcrübəsinə istinad edib nəticə çıxarmaq bacarıqları şagirdlərin inkişaf edir. Bəli, təlimdə inteqrasiya şagirdlərin bilik səviyyəsini genişləndirir, şagirdlərin öyrənmə səviyyəsi genişlənir, dərinləşir. Yəni əlaqə qurduqları üçün sərbəst, müstəqil fikirləşə bilirlər. Öz təcrübəsinə istinad edib nəticə çıxarma bacarığı deməli formalaşır. İnteqrasiya, indi tərifinə baxırıq. Fənlərin məzmununun pərakəndə şəkildə deyil, ortaq ideyalar. Deməli, bu nə deməkdir? Bir fənnin bir mövzusu ilə, fənn daxilində nə var? Bir fənnin bir mövzusu ilə digər fənnin digər mövzusu əlaqələnir. Bəli. Ona görə deyir ki, inteqrasiyada fənlərin mövzusu pərakəndə deyil, əlaqəli şəkildə. Məsəl üçün, müəllim sifəti keçir, sifəti isimlə əlaqələndirir. Düzdür? Bu hansı inteqrasiyadır? Fənn daxili inteqrasiyadır. Sifəti isimlə əlaqələndirir. Yəni, burada mövzular pərakəndə deyil. Ortaq ideyalar, problemlər, mövzular arasında əlaqələnir və bilik, bacarıq, dəyərlər, münasibətlərin birlikdə formalaşdırılması deməkdir. Yəni burada əlaqələnəndən sonra bilik, bacarıqlar birlikdə formalaşır. İnteqrasiya şagirdlərin inkişafı üçün əsas rollardan birini oynayır. Bəli, şagirdlərin inkişafı üçün inteqrasiya nədir? Əsas məqamlardan biridir. Çünki istər fənnin daxilində, istər fənlər arasında, istərsə də həyatla əlaqə qurduqda şagirdlərdə analitik tənqidi düşünmə, problem həll etmə, müqayisə etmə bacarıqları formalaşır. Bəli, şagird istər fənnin daxilində bir mövzu ilə digər mövzunu əlaqələndirdikdə, istər bir fəndən digər fənni əlaqələndirdikdə, istər fənni həyatla fənn üstü inteqrasiya etdikdə şagirdlərdə problem həll etmə, tənqidi düşünmə, müqayisə etmə, analitik düşünmə, analoji düşünmə kimi bacarıqlar inkişaf etdirilir.
Deməli, inteqrasiya nədir? Mövzuların, deməli, inteqrasiyanın neçə növü var? Fənn daxili, fənlər arası və fənn üstü. Bu gün hər birinə bir-bir baxacağıq. İndi gəlin baxaq. İndi başlayaq fənnin daxili inteqrasiya. Fənn daxili inteqrasiya nədir? Əvvəla fənn daxili inteqrasiyanı birinci öyrənək. Fənn daxili inteqrasiya müəyyən bir fənnin daxilində müxtəlif mövzular arasında əlaqədir. Misal üçün deyirəm, mən Azərbaycan dili müəllimiyəm. Sifəti keçirəmsə, sifəti keçəndə artıq ismi keçib qurtarmışam. Sifəti keçirəmsə, sifəti isimlə əlaqələndirirəm. Mən hansı inteqrasiyadan istifadə elədim? Mən fənn daxili inteqrasiyadan istifadə elədim. Aydındır, fənn daxili inteqrasiya nədir? Fənn daxili inteqrasiya bir fənnin daxilində müxtəlif mövzular arasında, bilik bacarıqları arasında məntiqi funksional əlaqə yaratmaqdır. Bəli, burada ancaq söhbət bir fənnin daxilində gedir. Bu zaman şagird yalnız bir mövzu ilə deyil, eyni fənnin müxtəlif bölmələrində əldə etdiyi bilik bacarıqları birləşdirərək yeni problemi həll edir. Bəli, bir mövzu ilə deyil, müxtəlif fənlərdə əldə etdiyi bilik bacarıqları əlaqələndirir. Bu cür inteqrasiya şagirdin fənn daxilində anlayışlar arasında əlaqə qurur. Şagird müəyyən bir fənnin daxilində fərqli anlayışlar arasında əlaqə qurur. Əvvəl öyrəndiyi anlayışı yeni mövzuda tətbiq edir. Başqa sözlə desək, bir fənn üzrə siniflərdə öyrənilən bilik bacarıqları yeni sinifdə məzmunla əlaqələndirir. Problem başqa fənlərlə deyil, yalnız həmin fənnin daxilindəki bilik bacarıqlarla həll olunur. Qısaca, yəni uzun cümlə oldu. Bu nə deməkdir? Fənn daxili inteqrasiyada əlaqə ancaq bir fənnin daxilində fərqli bacarıqlar, fərqli siniflər üzrə əlaqə gedir. Deməli, fənn daxili inteqrasiyanın iki növü var. Baxın, fənn daxili inteqrasiyanın iki növü var. Hansıdır bunlar? Fənn daxili şaquli inteqrasiya, fənn daxili üfüqi inteqrasiya. Deməli, bunlar hansı inteqrasiyanın növüdür? Fənn daxili, şaquli və üfüqi olmaqla iki yerə bölünür. İndi baxın, bu fənn daxili şaquli və fənn daxili üfüqi inteqrasiyanı mən açıram bir dənə qara lövhəni və qara lövhədə mən sizə fənn daxili şaquli və üfüqi inteqrasiyanı mən izah edəcəm. Deməli, gəlin baxaq. Bax. Aha, bir dənə üzr istəyirəm sizdən. Bir dənə ox çəkirəm. Aha, indi gəlin baxaq. Aha, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Aha, deməli, belə deyim də mən sizə. Sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart, aprel, may, iyun. Aha, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart, aprel, may, iyun. Tamam. Bunlar siniflərdir. Bu hansı oxdur? Bu şaquli oxdur da, riyaziyyatda bilənlər bilir, şaquli oxdur. Bu hansı oxdur? Bu üfüqi oxdur da, düzdürmü? Bu da üfüqi oxdur, şaquli, istiqamət, üfüqi istiqamət. Tamam. Bax, tutalım ki, müəllim 5-ci sinifdə isim mövzusunu keçir. İsim mövzusuna hansı alt standart verilir? Aha, 3, 1, 1 alt standartı. Deməli, bu mövzunun adı 5-ci sinifdə isim də deyil ha ki, ad bildirən nitq hissəsidir, düzdürmü? Yəni mövzunun adı belə deyək də, isim haqqındadır, amma tam olaraq isim də deyil. Mövzunun adı belədir, ad bildirən nitq hissəsi. Tamam, 9-cu sinifdə isim mövzusunu bir də keçirəm. 9-da isim mövzusunu keçirəm bir də. 3, 1, 1. Ay, sağ olun. Və yaxud da indi gəlin burada belə bir şey yazaq da. Dərsin adı məncə ad bildirən nitq hissəsi. Belə bir şey yazıram. Ad bildirən. Səhv etmirəmsə belə bir mövzunun adı belədir, nitq hissəsi. Aha, 3-1-1 standartı ilə 9-cu sinifdə 3-1-1 standartını əlaqələndirdim.
Bu, deməli, şaquli inteqrasiyadır. Gördünüz, dəyərli yoldaşlar, burada sinif dəyişir. 9-cu sinifdən 5-ci sinif əlaqələnir. Şaquli oxda 9-cu sinifdən 5-ci sinif əlaqələnir. İndi baxın, yazıram inteqrasiyanın adını. Fən daxili hansı inteqrasiya idi? Şaquli inteqrasiya. Düzdürmü? Şaquli inteqrasiya. Ay yaşayın. İndi bunun gəlin tərifini çıxardaq. Deyir ki, məzmun standartının, yazıram bura, məzmun standartının mötərizədə alt standartda yaza bilərəm də. Alt standart, məzmun standart eyni şeydir. Məzmun standartının, alt standartın siniflər üzrə əlaqəsidir. Ay, sağ olun. Deməli, məzmun standartının fərqli siniflər üzrə əlaqəsidir. Burada bir dənə qısa bir haşiyə çıxım. Adətən belə deyim də sizə. Ş-S. Şaquli inteqrasiyada sinif dəyişir. Baxın, bax, burada bunu görə bildik ki, məzmun standartının siniflər üzrə əlaqəsidir. Məzmun standartı eyni qaldı. Məzmun standartı neçədir burada? 3-1-1. Aha, amma dəyişən nə oldu? 9-cu sinifdən 5-ci sinifin inteqrasiyası oldu da. Bu düzdür? Aha, hardasa standartlar eynidir. Deməli, məzmun standartının siniflər üzrə əlaqəsinə nə deyilir? Şaquli inteqrasiya deyilir. Ay sağ olun. Tamam. İndi üfüqi inteqrasiyaya baxırıq. Eyni sinifin daxilində, misal üçün noyabrda mən keçmişəm isim mövzusunu. Misal üçün özümdən deyirəm, burada mövzuların adını özümdən düzüb qoşuram. 3-1-1 standartları da özümdən keçirirəm. Tamam. May ayında keçirəm mübtədanı. Aha, burada artıq 4-1-1-dir. Görürsüz, 3-1-1, 4-1-1. Burada nədir? Məzmun xəttləri fərqlidir. 4 burada amma məzmun xəttləri, məzmun standartı hamısı eynidir. Amma burada məzmun xəttləri, məzmun standartı fərqlidir. Düzdür? Amma burada eyni olan nədir? Sinifdir. Baxın, şaquli inteqrasiyada sinif fərqlidir, məzmun standartları, məzmun xəttləri eynidir. Amma üfüqi inteqrasiyada əlaqədə sinif eynidir, fərqli məzmun standartları, fərqli məzmun xəttləri arasında əlaqədir. İndi gəlin tərifinə baxırıq. Fən daxili, yazıram bu dəfə nəyin izahını? Üfüqi inteqrasiyanın izahına baxırıq. Fən daxili, üfüqi inteqrasiya. Fən daxili, üfüqi, ay sağ olun, inteqrasiya. Fən daxili, üfüqi inteqrasiya nədir? Aha, eyni sinif daxilində yaza bilərəm və yaxud da eyni sinif daxilində fərqi yoxdur. Sinif daxilində, aha, müxtəlif məzmun xəttləri arasında əlaqədir. Müxtəlif məzmun xəttləri arasında bəli, sinif daxilində fərqli, müxtəlif məzmun xəttləri arasında əlaqə isə fən daxili üfüqi inteqrasiyadır. Şaquli inteqrasiya necədir? Məzmun standartının, bir məzmun standartının fərqli siniflər üzərində əlaqəsidir. Bunu gördük ki, yəni o 9-cu sinifin 3-1-1 standartı ilə 5-ci sinifin 3-1 standartı əlaqələndir. Sinif eyni qaldı. Standart eyni qaldı, amma siniflər dəyişdi. Amma üfüqi inteqrasiyada isə bir sinifin daxilində fərqli məzmun xəttləri arasında əlaqədir. Ona görə tərifini gəlin anlayaq. Deyir ki, fən daxili şaquli inteqrasiya məzmun standartının sinifləri üzrə əlaqəsidir. Burada sinif daxili dəyişir. Amma fən daxili üfüqi inteqrasiya eyni deməli sinifin daxilində müxtəlif məzmun xəttləri arasında əlaqəyə deməli üfüqi inteqrasiya deyilir. İndi açıram mən sizə bu PDF-mi. Bəli, birinci burada bax fən daxilidir, bölmüşük burada deməli şaquli və üfüqi inteqrasiya. İndi gəlin baxın, fən daxili üfüqi inteqrasiya nəyə deyilir? Burada üfüqdən danışırıq və kitabdan götürülmüş hazır PDF-dir. Kitab deməli bu eyni kitabdakı cümlələrdir. İndi diqqətli olaq, yəni ən gözəl formada verilib. Ona görə deyirəm ki, hazırlığınızı ancaq bu kitabla siz davam etdirməlisiniz. Başqa bir kitaba müraciət etmək, yəni mən bunu şəxsən bir mütəxəssis kimi, illərdir bu işin içərisində olan bir adam kimi uyğun görmürəm. Fən daxili üfüqi inteqrasiyaya baxırıq.
Eyni tədris ilində görürsüz, bax üfüqi hansı oxuyurdu? Belə gedən üfüqi oxuyurdu. Burada bir sinifin daxilində, yəni eyni tədris ilində müxtəlif məzmun xəttləri və məzmun standartlarının bilik bacarıqlarının əlaqələndirilməsidir. Bəli, misal üçün mən noyabrda keçdim isim 311-i, əlaqələndirdim may ayında keçdim mübtədə mövzusunu 411-i. Fərqli məzmun xəttləri, fərqli məzmun standartlarının eyni sinif, eyni tədris ili daxilində əlaqələndirilməsidir. Bəli, eyni tədris ilində müxtəlif məzmun xəttləri üzrə, müxtəlif məzmun standartlarının bilik bacarıqlarının əlaqələndirilməsi fəndaxil üfüqi inteqrasiyadır. Üfüqi inteqrasiya məzmun xəttləri arasında əlaqələri əhatə etdiyindən müəllim imkan daxilində bir neçə məzmun xəttinə dair məzmun standartlarına müraciət etməklə təlim prosesindən daha uyğun, uğurlu nəticə əldə edə bilər. Yəni üfüqi inteqrasiyada müəllim bir neçə məzmun xəttini əlaqələndirir deyə burada daha uğurlu, daha səmərəli öyrənmə ola bilir. Niyə səmərəli öyrənmə ola bilir? Bir neçə deməli məzmun xəttləri əlaqələnir. İndi buna nümunə də gətirəcəm. Fən daxili inteqrasiya zəruriliyi kurikulumun məzmun xəttlərinin mahiyyətindən irəli gəlir. Bəli, bütün məzmun xəttləri, bax, bütün fənlərin məzmun xəttləri var da, onlar arasında əlaqədir. İndi gəlin baxaq. Misal üçün Azərbaycan dilində çox zaman məzmun xəttinə dair təlim nəticəsində müraciət olunur. Bir neçə məzmun. Bu təbiidir, çünki bir neçə üsul fəaliyyətlər var. Misal üçün ifadə yazı olanda, müəllim şagirdə ifadə yazı olanda burada 2 məzmun xətti var. Avtomatik dinləmə, yazı, fən daxili üfüqi inteqrasiya. Müzakirə, sinifdə müzakirə edirsənsə, dinləmə və danışma məzmun xəttidir. Ziqzaq üsulu ilə oxu, dinləmə, danışma 3 məzmun xətti var burada və s. İndi buna aid nümunələr göstərəcəm dəyərli yoldaşlar. Nümunə Azərbaycan dili, nümunə riyaziyyat, nümunə kimya, tarix, ingilis dili, sonra şaquli inteqrasiya. Baxın dəyərli yoldaşlar, mən sizə bir məsələ deyim də, burada deməli, mən göstərmişdim sizlərə həmin o belə deyək də, hər bir fənnin özünün məzmun xəttləri var idi. Hər bir fənnin özünün məzmun xəttləri var idi və mənim PDF-imdə də var. Hər kəs özünün məzmun xəttlərini bilməlidir ki, üfüqi inteqrasiyada rahat anlasın. Misal üçün, Azərbaycan dilində nümunəyə baxırıq. Nümunə Azərbaycan dili, bu nümunələr çox önəmlidir mövzunu başa düşməyiniz üçün. Dəyərli müəllimlər, kanalımıza abunə olun, zəhmət olmasa. Kanala kim abunə olmayıb izləyirsə, kanala abunə olsun. Bir də bu videonu bəyənin. Bax, aşağıda belə işarə var. Bir də toxunun ona, qoy bəyənməyimiz çoxalsın. Uyğun bildiyiniz qruplarda, statuslarınızda paylaşın. İndi gəlin baxaq, dəyərli müəllimlər. Azərbaycan dilinə aid sadə bir nümunə. Şagirdlər deməli, insanın cəmiyyətdəki rolu, davranışı və mənəvi məsuliyyəti ilə bağlı şagirdlərə mətn təqdim olunur. Şagirdlər mətni oxuduqdan sonra müəllim mətndə çatdırmaq istədiyi əsas fikri müəyyən edir və bu fikri hansı fakt, epizod və mülahizələr əsasında verildiyini izah edir. Daha sonra oxuduqları mətndən çıxış edərək mövzu ilə bağlı öz mövqeyini deməli əks etdirən əsaslandırılmış yazı hazırlayırlar. Yazıda fikirlər ardıcıl şəkildə ifadə olunmalı. Mətndə istinad edilən arqumentlərlə əsaslandırılmalıdırlar. Deməli, müəllim şagirdlərə mətn verir, deməli, yazı verir. Deməli, burada bir mətn verirsə, şagird mətni oxumalı, orada mətndəki əsas fikri müəyyən eləməlidir, oxumalıdır, yazıcının çatdırmaq istədiyi əsas fikri müəyyən eləməlidir. Sonra mətnlə bağlı yazı hazırlayırlar. Oxudan sonra da müəllim şagirdlərə oxu tapşırığı verir. Şagird oxuyandan sonra o mətn haqqında öz sözlərini yazırlar. Deməli, burada neçə məzmun xətti var, Azərbaycan dili müəllimləri bilər. Oxu və yazı məzmun xəttinin əlaqələndirilməsi var. Bu hansı inteqrasiyadır? Eyni sinifin daxilində getdi. Fərqli məzmun xəttlər arasında getdi. Deməli, bu fən daxili üfüqi inteqrasiyadır. Verilmiş nümunədə fən kurikulumunun oxu və yazı məzmun xəttləri arasında əlaqə baş verir. Bu tapşırıqda mətndən irəli sürülən fikri əsaslandıran arqumentləri müəyyən etmək, mətnin ideyasını müəyyənləşdirmək, müəllifin mövqeyini oxu məzmun xəttinə bilik və bacarıqlardır. Bəli, oxu məzmun xətti ilə şagirdlər yazı məzmun xəttini əlaqələndirirlər.
Bu Azərbaycan dilinə bir aid nümunə. Misal üçün riyaziyyata aid bir nümunə, kimya, tarixə, ingilis dilinə aid hamısına nümunələr var. İndi gəlin baxaq. Bax nümunə riyaziyyatı. Müəllim şagirdlərə xanalı kağızda eni 3 sm, uzunluğu 5 sm olan düzbucaqlı çəkib üçbucaqların perimetrini hesablamağı. Eni 3, uzunluğu 5, düzbucaqlının perimetrini hesablamağı tapşırır. Şagird özü çəkir, düzbucaqlının perimetrini sonra hesablayır. Özü çəkirsə ölçmələr var, ölçmə 4-cü məzmun xəttidir və burada həndəsə 3-cü məzmun xəttidir. Həndəsə məzmun xətti ilə riyaziyyatda ölçmə məzmun xətti əlaqələnir. Bəli, bu 3-cü məzmun xətti ilə 4-cü məzmun xətti. Birinci nə gəlir? Ədədlər və əməllər. İkinci cəbr və funksiyalar. Üçüncü həndəsə, dördüncü ölçmələr, beşinci statistika, ehtimal. Yəni 3 məzmun xətti ilə 4 məzmun xətti əlaqələnir. Ölçmə ilə həndəsə. Niyə? Şagird bunu dəftərinə eni 3, uzunluğu 5 sm bir düzbucaqlının özü çəkir, ölçür, çəkir və sonra bunu hesablayır həndəsə ilə ölçmə məzmun xəttinin əlaqəsi. Sonra kimyaya da bir nümunəyə baxırıq, tarixə nümunəyə baxırıq, ingilis dilinə baxacağıq nümunə. Bir zavodda yanma prosesi nəticəsində karbon qazı əmələ gəlir. Laboratoriyada bu qazı əhəng məhlulundan keçirilir və məhlulun bulanıqlaşdığı müşahidə olunur. Karbon qazının əhəng məhlulu ilə reaksiyasının kimyəvi tənliyini tərtib edin və alınan maddəni adlandırın. Bu reaksiyanın əlamətini maddənin xassələrinə əsaslanaraq izah edin. Əgər laboratoriyada 0,5 mol karbon dioksid qazı əmələ əhəng məhlulunu keçirilirsə, neçə mol kalsium karbonat əmələ gələr? Bu tapşırığı şagirdlər maddələr çevrilmələr və deməli kimyəvi hesablamalar. Maddələr və çevrilmələrlə kimyəvi hesablamalar arasında əlaqə. Deməli burada maddələr verdi müəllim şagirddə. Maddə və çevirmə. Sonra bunları nə qədər karbonat əmələ gələr, kimyəvi hesablama məzmun xətti, yəni fərqli məzmun xəttlərinin arasında əlaqə var. Bəli, bu nədir? Deməli, fən daxili üfüqi inteqrasiyadır. Sonra tarixə aid nümunəyə baxırıq. Nümunə tarix. Şagirdlər Səfəvilər dövləti idarəetmə sistemi ilə həmin dövrdə formalaşmış mədəniyyət, dövlət, Səfəvilər dövləti haqqında keçirlər. Həmin dövrdə formalaşmış mədəniyyət. Deməli, dövlət məzmun xətti ilə mədəniyyət məzmun xəttinin əlaqələndirilməsi var. Bəli, fən daxili üfüqi inteqrasiyadır. Nümunə ingilis dili. Müəllim ingilis dilində sağlam həyat tərzi mövzusunda oxu mətni ilə tanış olun, əsas fikirləri müəyyənləşdirin, sonra həmin mövzu üzrə şifahi təqdimat hazırlayaraq öz fikirlərinizi bildirin. Burada nə var? Oxu mətni deməli verir, oxu məzmun tapşırığı verir, oxu məzmun xətti, sonra həmin oxu ilə bağlı, həmin o mətnlə bağlı öz fikirlərinizi bildirin. Müəllim şagirdə bir oxu mətni verir. Ay sağ olun. Sonra və o oxu mətni ilə bağlı öz fikirlərinizi bildirin. Bu nədir? Danışıq məzmun xəttidir ingilis dilində. Oxuyur, sonra danışır. Ay sağ olun. Bu fən daxili üfüqi inteqrasiyadır. Tamam. İndi keçək fən daxili şağuli inteqrasiyaya baxırıq. Görək fən daxili şağuli inteqrasiya hansı idi? Yadımıza salaq, fən daxili şağuli inteqrasiya hansı idi dəyərli yoldaşlar? Məzmun xəttinin eyni məzmun standartının siniflər üzrə əlaqəsidir. Düzdür? Kanala abunə olaq zəhmət olmasa. Bir də bu videonu bəyənək, dərsin videosunu. Bax, deməli, fən daxili şağuli inteqrasiyaya baxırıq. Eyni standartın fərqli siniflər üzrə əlaqəsi fən daxili şağuli inteqrasiyadır. Deməli, nəyə deyilir? Məzmun standartının siniflər üzrə əlaqəsi. Deməli, bir dənə qısa bir haşiyə çıxım, dəyərli yoldaşlar. Mart qrupları haqqında məlumat verim. Məndən soruşurdunuz, çoxlu yazanlar var idi. Onlara tək-tək cavab yaza bilmirəm, menecerlərə yazmaq lazımdır. İndi hamısını qeyd edəcəm. Mart qruplarımız həftədə 4 dəfədir. 1-ci, 3-cü, 5-ci gün tək günlər. Deməli, saat 22:00. Bir də həftədə 4 dəfə. Bazar günü saat 12:00. Bəli. Həftədə 4 dəfə dərsimiz olur mart qruplarımızla. Dərslərimizin hər biri canlıdır.
deməli canlı dərslər formasında keçirilir. Misal üçün mən düzdür videolar var, amma mən canlı deyib video atırlar bəzən. Xeyr, bizim dərslərimizin hamısı canlı dərslər formasında keçirilir. 1-ci, 3-cü, 5-ci günlər tək günlər saat 22:00, bazar günü isə saat 12:00-da dərsimiz olur. Dərsimizin gedişatı belədir də. Misal üçün mən 1-ci gün dərsi keçdim, izah elədim saat 22:00-da. Belə ağıllı lövhə qarşısında YouTube canlısı vasitəsilə. Dərsdə suallarınızı rəylərdə yazırsınız, o burdan oxuyub dərhal cavablandırıram, izah verirəm bir mövzunu. Sonra Kurikulum saytında həmin dərsin ağıllı lövhə qarşısında izahını, həmin mövzuya aid mənim 100-200 mövzu testlərim və Time test bankından izahlarımı hazır sayta yüklənir. Dərhal həmin saytda həmin testləri işləyirsiniz, dərsə baxırsınız 3-cü günə qədər. Sonra müzakirə qruplarımız var. Müzakirə qruplarında suallarınızı verirsiniz, cavablandırıram 3-cü günə qədər. 3-cü gündə artıq ikinci dərsi keçirəm. İkinci dərsi yenə belə ağıllı lövhə qarşısında YouTube canlısı vasitəsilə izah edirəm. Bir-bir qaranlıq qalan məqamlara aydınlıq gətirirəm. Sonra 3-cü gün axşam artıq dərsdən sonra sayta yeni dərs yüklənir. Yeni dərsi təzədən bir də saytda izləyirsiniz. Testlərini təzədən bir də işləyirsiniz və testlər yüklənir və sonra 5-ci gün 3-cü dərsi keçirəm. Və yenə 24 saat WhatsApp-da müzakirə qrupunda aktiv suallarınızı verirsiniz. Bazar günü saat 12:00-da isə Google Meet proqramı ilə, Zoom proqramı ilə, üzr istəyirəm, Zoom proqramı ilə bütün bir həftə ərzində keçdiklərimizi mən hər bir müəllimə fərdi yanaşaraq tək-tək sual-cavab edirəm. Bu çox üstünlükdür, sizi inkişaf etdirir. Keçdiyimiz dərslər əsasında 10.000 test işlədirəm. 10.000 çox adam deyir, amma real əlində heç 1000 testi yoxdur. Amma bizdə 10.000 bu günə qədər bütün MIQI sertifikasiya imtahanlarında istifadə olunmuş sualların hər biri sizlərə təqdim olunacaq. 10.000 test, mənim özümün test bazam sizlərə işlədilir. Bir də Time indi təzə test bank çıxacaq, bir də ondan işlədəcəm. Mart qrupu ilə proqramı bitirib bir daha sizə bir dəfə də təkrar eləmək şansımız olacaq. Bu çox yaxşı fürsətdir ki, bundan sonrakı aylarda artıq inanmıram təkrara çataq. Qiymətimiz 40 AZN-dir. Bəli. Qiymət 40 AZN-dir. Deməli, dərslərə qoşulmaq üçün 051 580 94 28 050 334 12 64 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. 051 580 94 28 050 334 12 64 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. İlk dərsimiz 4 martda olacaq. 4 mart oldu. 4 mart tarixində ilk dərsimiz olacaq. Hər kəs qoşula bilər. Yəni həmin günə qədər proqramı bitirib bir dəfə də təkrar eləyəcəyik. Yəni ki, qəbul testləri, bölmə testləri, həftəlik, aylıq sınaqlar, dərsə qoşula bilməsənizdə dərslər video şəklində təqdim olunur, sonra yenidən bir daha təkrar izləyə bilərsiniz. Fərqi yoxdur, hansını istəsəz. Tamam, hər bir, bütün dərslər yəni qeydə alınır, sonra sizə atılacaq. Yaxşı, indi gəldik. Fən daxili şaquli inteqrasiya hansı inteqrasiyadır? Bir fənnin daxilində, bir fən, əgər burada fən daxili şaquli gedir. Müəyyən bir fənnin daxilində məzmun xəttinin standartlarının siniflər üzrə əlaqəsini əhatə edir. Yəni müəyyən bir fənnin daxilində məzmun xəttinin siniflər üzrə əlaqəsi, eyni məzmun xətti, eyni məzmun standartının siniflər üzrə əlaqəsini təmin edir deyir. Başqa sözlə desək, fən daxili şaquli inteqrasiya eyni fənnin daxilində formalaşdıran bilik bacarıqları siniflər üzrə ardıcıl, pilləli, dərinləşən şəkildə inkişaf etdirir. Gəlin indi bax buna aid nümunələrə baxacağıq, cədvələ baxacağıq. Deməli baxın birinci cədvələ baxırıq. Alt standart, düzdür? Kurikulumda ifadə olunan bacarıq. Alt standartın kodu, sinif. 6 burada 6-nı göstərir də, 6-cı sinif olduğunu göstərir. 6-2-1-1, 7-2-1-1 standartı, 8-2-1-1, 9-2-1-1. Deməli baxın, bax mətndə fikirlər, faktlar, hadisələri müəyyən edir. Görürsüz? Artıq sonra 7-ci sinifə keçəndə deyir ki, göründüyü kimi sinifdən 2 sinifə keçdikcə bacarıqlar dəyişir və daha mürəkkəb bacarıq olur. 6-cı sinifdə şagirdlər mətndə verilmiş fakt və bacarıqları arasında əlaqəni müəyyən edir. Artıq 7-yə keçəndə mətnin ideyasının açıqlanmasında obrazların, epizodların rolunu müəyyən edir. 8-ə nisb get-gedə artıq alt standart sinifdən sinifə keçdikcə dəyişməyini bax burada görürük. 2-1-1 standartıdır. Görürsüz? Sinifdən sinifə keçdikcə dəyişdi.
dərinləşdi, daha mürəkkəb bacarıqlar oldu. Yəni burada daha sadədir nisbətən. Hər il bacarıqlar daha da mürəkkəbləşir, daha da çətin bacarıqlar şagirdlərdə formalaşır. İndi gəlin baxaq. Bax, indi nümunələrlə şablon inteqrasiyanı siz daha gözəl başa düşəcəksiniz. Axırda testlərə baxacağıq, keçən ilki testlərə. Misal üçün gəlin baxaq. Nümunə Azərbaycan dili. Azərbaycan dilinə aid nümunəyə baxırıq. Şagirdlərə təbiətin qorunması ilə bağlı qısa informativ mətn təqdim olunur. Aha, müəllim şagirdlərə nəyin qorunması? Təbiətin qorunması üçün qısa informativ mətn təqdim edir. Şagirdlər mətni oxuduqdan sonra mətndə verilmiş əsas fikri, faktoru müəyyən edir. Bu fikrin hansı fakt və nümunələrlə izah edildiyini göstərir. Daha sonra müəllim təbiətə münasibəti nəzərə alaraq mətndən çıxarılan nəticəni qısa şəkildə ifadə edir. Baxın, bu tapşırıq şagirdlərdən 7, 8, 9-cu siniflərdə oxu məzmun xəttlərini, bacarıqlarını reallaşdırmağı tələb edir. Bəli, 7-ci sinif, 8-ci sinif, 9-cu sinifdə eyni oxu məzmun xəttini əlaqələndirilir. Birinci, mətni oxuduqdan sonra mətndəki əsas fikri müəyyən edir. Sonra bu fikrini fakt və nümunələrlə göstərir. Mətndəki əsas fikri müəyyən etmək 6-cı sinif, bunu nümunələrlə izah etmək 7-ci sinif. Deməli və misal üçün də deyirəm, üzr istəyirəm 7, 8, ən axırıncı isə müəllifin təbiətə münasibəti, bu da 9-dur. Misal üçün deyirəm. Aydındır dəyərli yoldaşlar. Yəni müxtəlif siniflər üzrə bacarıqlar müəyyənləşir. İndi gəlin baxaq. Bax riyaziyyata aid bacarığa baxaq bir dənə. Bax bu burada çox gözəl başa düşəcəksiniz riyaziyyat. Deyir ki, nümunə riyaziyyat. Aşağıdakı çıxma əməlini yerinə yetir və aldığın nəticənin düzgünlüyünü toplama əməli ilə yoxla. Şagird burada çıxma əməlini yerinə yetirir. Yəni, nə edir burada? Bax və yoxlama zamanı hansı toplama əməlindən istifadə etdiyini yaz. Deməli, 524, görürsünüz burada çıxma əməlini. 524 çıxılsın 187, düzdür? A-sı olun. Və burada bərabərdə sual. Deməli, burada şagird burada nə edir? Bu tapşırıq 2-ci və 3-cü, 4-cü siniflərdə, deməli, 2-ci və 4-cü siniflərdə ədədlər və əməliyyatlar məzmun xəttlərini müvafiq bacarıqlar üzrə reallaşdırılmasını tələb edir. Bəli, şagird toplama və çıxma əməlini yerinə yetirməsi onların qarşılıqlı əlaqədə edərək nəticənin düzgünlüyünü yoxlamalıdır. Bəli, burada da şagird 3-cü sinifdən 4-cü sinifi əlaqələndirir. Aydındır dəyərli yoldaşlar. 3-cü sinifdə və 4-cü sinifdə ədədlər və əməliyyatlar məzmun xəttlərini əlaqələndirir riyaziyyat üzrə. Bax, bu tapşırığı verdi müəllim, 4-dən 3-ü əlaqələndirdi. Sonra kimyada gəlin baxaq dəyərli yoldaşlar. Müəllim ev tapşırığında, ev təsərrüfatında deməli istifadə olunan sirkə turşusunun üzərinə bir qədər çay sodası, natrium hidrokarbonat deməli əlavə edildikdə köpüklənmə müşahidə olunur. Bu hadisəyə əsasən proses zamanı qazın ayrıldığını müəyyən et, baş verən kimyəvi reaksiya tənliyini ifadə et. Deməli, reaksiyanın hansı reaksiya növünə aid olduğunu nümunə göstər. Burada şagirdlər maddələr və çevrilmələri bunu siniflər üzrə əlaqələndirir. Deməli, maddələr, çevrilmələr üzrə məzmun xəttlərini 8-ci siniflə 7-ci sinifdə əlaqələndirir. Aydındır, eyni məzmun xəttini fərqli siniflər üzrə əlaqələndirilir. Deməli, gəlin baxaq. Bax, burada indi mənim axırda narahat olmayın, mənim testlərim var, həmin o testlərlə daha yaxşı başa düşəcəksiniz. Müqayisə, fən daxili üfüqi inteqrasiya, fən daxili şablon inteqrasiya. Fən daxili üfüqi inteqrasiya eyni sinif səviyyəsində müxtəlif məzmun xəttləri arasında deməli, bacarıqların birgə tətbiqi, eyni sinif daxilində müxtəlif bacarıqlar formalaşır. Eyni məzmun xəttləri arasında siniflər üzrə pilləli inkişaf. Deməli, aydındır dəyərli yoldaşlar, burada eyni sinifin daxilində fərqli məzmun xəttləri arasında əlaqədir. Burada deməli, eyni məzmun xəttinin fərqli siniflər üzrə əlaqəsidir. Bu asandır. Burada sinif dəyişmir, burada sinif şabulidə sinif dəyişir. Məzmun xətti deməli, fərqli məzmun xəttlər arasında əlaqə olur, amma burada eyni məzmun xəttlər arasında olur. Bu paralel, fən daxili üfüqə paralellik var da, paralel
Deyib, bu da isə ardıcıl siniflər üzrə olduğuna görə şaquli ardıcıl və mərhələli inteqrasiya olur. Tamam, indi bunun testlərlə baxacağıq. İndi gəldik. Ay sağ olun, bu fənlər arası inteqrasiya. Çox rahat bir inteqrasiyadır bu və əsas fənn daxilinin növləri sizi yora bilər. Fənlər arası əslində və fənn üstü inteqrasiya çox rahat inteqrasiyadır. Bunu rahatlıqla öyrənəcəyik. Biraz fənlər arası növləri sizi incidə bilərdi. Onu da öyrəndik çox şükür Allaha. İndi gəlin görək fənlər arası inteqrasiya nədir? Fənlər arası inteqrasiya adı üstündə rahat bir yəni dərsdir də, rahat bir bunu tez öyrənmək olar. Fənlər arası inteqrasiyada adı üstündə bir fənnin digər fənnin əlaqələndirilməsi. Bir fəndə olan bacarıqlarla digər fəndə olan bacarıqların əlaqələndirilməsi. Fənlər arası inteqrasiya hər hansı bir real kompleks hadisənin müxtəlif fənlərin bilik bacarıqları ilə birlikdə öyrənilməsidir. Bəli, hansı bir fənnin daxilində olan bilik və bacarıqlarla digər fəndə olan bilik və bacarıqların birgə formada öyrənilməsi, deməli, əlaqələnməsi fənlər arası inteqrasiyadır. Misal üçün, kimya ilə biologiyanın, tarixlə coğrafiyanın, coğrafiya ilə misal üçün də informatikanın, informatika ilə kimyanın birgə əlaqələnməsi fənlər arası inteqrasiyadır. Bu inteqrasiyanın növündə hadisə bir mövzu ətrafında qurulur, lakin fərqli fənlər bu mövzuya öz baxış bucağından yanaşır. Bu zaman tarix, coğrafiya, ədəbiyyat, STEM və digər fənlər bir-biri ilə kəskin məqamlar əsasında qarşılıqlı şəkildə tamamlanır. Belə yanaşma şagirdlərə mövzunu daha geniş kontekstdə öyrənməyə, görməyə, həm də əldə etdikləri bilikləri real həyatda da tətbiq etməyə imkan verir. Aha, indi gəlin baxaq dəyərli yoldaşlar. Burada nümunələrlə biz baxacağıq. Deməli, gəlin baxaq. Fənlər arası inteqrasiyaya aid nümunəyə baxırıq. Azərbaycan dili dərsi nə riyaziyyat fənninin inteqrasiyasına necə yer verib, gəlin buna baxaq. Bir məktəbdə 200 şagird arasında keçirilən sorğuya əsasən, bir məktəbdə, deməli, gəlin baxaq fənlər arası inteqrasiya necə əlaqələnib Azərbaycan dili ilə riyaziyyat. Bir məktəbdə 200 şagird arasında keçirilən sorğuya əsasən, 5-ci sinif şagirdlərinin 40% kitab oxumağa deməli, gündəlik vaxt ayırır. 35% isə həftədə bir neçə dəfə oxuyur. Qalanları isə nadir hallarda kitab oxuyur. Faiz göstəricilərinə əsasən hər qrup üzrə şagird sayını hesablayın və hesabladığınız nəticələri əsas göstərərək qısa informativ bir mətn tərtib edin. Aha, şagird baxın, deyir ki, bu məktəbdə bu qədər şagird faiz kitab oxuyur, bu qədəri oxumur, bu qədəri bir neçə dəfə oxuyur. Bunu bir hesablayın riyaziyyatla və bundan bir özünüzdə mətn tərtib edin. Bu da Azərbaycan dili həm hesablama var, həm mətn tərtib eləmək var. Riyaziyyatla Azərbaycan dili fənlər arası inteqrasiya. İndi tarixlə Azərbaycan dilinin inteqrasiyasına baxırıq. Deyir ki, 19-cu əsrdə, yəni bu nümunələrin hamısı Time kitabında verilib. Yəni bu PDF Time kitabı əsasında hazırlanıb. Baxa bilərsiniz kitablardan. 19-cu əsrdə maarifçilik ideyaları Azərbaycan cəmiyyətində mühüm rol oynamışdı. Aha, bu tarixdir. 19-cu əsrdə maarifçilik ideyaları. Verilmiş fikirlərə əsasında tezis müəyyən edin və tezisi əsaslandıran 3 fərqli arqument yazın. Bu Azərbaycan deməli tarix fəndində faktları müqayisə eləmə bacarığıdır, tarixdir. Azərbaycan dilində isə tarixdə faktları müqayisə eləmə, nəticə çıxarma bacarıqları ilə Azərbaycan dilində arqumentləşdirmə, mətn tipləri, rəsmi üslub anlayışı, düzdürmü? Bu tezis yazır axı burada rəsmi üslub anlayışı var. Deməli bunların əlaqə hansı bacarıqlardır? Tarixdə faktları müəyyənləşdirmə, nəticə çıxartma, Azərbaycan dilində arqument, mətn anlayışı, üslub anlayışı bacarıqları arasında əlaqədir. Sonra riyaziyyatda baxırıq. Riyaziyyatla coğrafiya arasında, fənlər arasında əlaqə. Xəritədə verilmiş bölgədə əhalinin 60% şəhərdə, 40% kənddə yaşayır. Ümumi əhalinin sayı 5000 nəfərdir. Şəhər və kənd əhalisinin sayını hesablayın. Xəritədə verilmiş, deməli, indi gəlin baxaq. Şagird burada riyaziyyatda hansı bacarıqlardır hesablama? Hesablayın var axı deyir ki, 40% müqayisə, faiz, orta qiymət çıxardır. Bəs coğrafiyada?
əhalinin göstəricilərinin təhlili, coğrafi nəticə çıxarma bacarıqları, yəni coğrafiya ilə riyaziyyatın əlaqəsi bu hansı oldu? Deməli, fənlər arası inteqrasiya. İndi kimya ilə biologiyanın deməli əlaqəsinə baxırıq. Fənlər arası inteqrasiyada insan orqanizmində maddələr mübadiləsində mühüm rol oynayan fermentlərin təsir mexanizmləri kimyəvi baxımdan deməli nəyin izah edin. Sual necədir? İnsan orqanizmində maddələr mübadiləsində mühüm rol oynayan fermentlərin təsir mexanizmini kimyəvi baxımdan izah edin. Bu mexanizmi canlı orqanizm üçün əhəmiyyətini izah edən özünüzdən bir posterlər hazırlayın. Deməli, burdan kimya fənnində nə var? Maddələr. Maddələrin xüsusiyyətləri insan orqanizminə təsir göstərən əsas maddələr var. Maddələrin xüsusiyyətləri, kimyəvi proseslər, düzdür? Aha, bacarıqlardır. Biologiyada canlıda gedən prosesləri şərh eləmə, funksional əlaqə qurma bacarıq biologiyadansa bu bacarıqlar arasında əlaqədir. Bu fənlər arası inteqrasiyadır. Adı üstündə bir fəndən digər fənnin deməli əlaqələndirilməsi fənlər arası inteqrasiyadır. İndi gəldik ən əsas məqama. Fənn üstü inteqrasiya buna da baxaq. Deməli, deyir ki, fənn üstü inteqrasiya artıq fənnin həyatla əlaqəsidir və burada əsas məqam var. Şagirddə həyati bacarıq formalaşdırırmı? İndi gəlin baxaq. UNESCO-nun səriştə əsaslı təhsil yanaşmasında fənn üstü inteqrasiyanın əsas məqsədi burada əsas məqsəd nədir? Real həyati bacarıqların formalaşdırılmaqdır. Deməli, yoldaşlar, belə deyək də, keçən il belə bir sual düşmüşdü. Deməli, hər kəs burada səhv eləmişdi. İnformatikada sınaqda, ARTIN sınağında. Deyir ki, təsəvvür edin informatikaya aid bir informatika gecəsi hazırlamalısınız. İnformatika gecəsi olacaq, təsəvvür edin deyir. Hə, sizin 150 manat pulunuz var. Elə hesablayın ki, bu büdcə hazırlayın. Elə deyin ki, 150 manat büdcə ilə siz informatika gecəsini keçirə biləsiniz. Bu hansı inteqrasiyaya aiddir? Hamı o demiş ki, bu həyatla əlaqədir, götürmüşdülər fənn üstü inteqrasiya. Xeyr, burada bir həyati bacarıq yoxdur. Real həyat bacarığı odur ki, sinif otağından kənarda səndə bir həyati bacarıqlar olsun. Nə zaman olur onu göstərəcəm. Burada əslində riyaziyyatla informatikanın əlaqəsidir. Sinifdən kənara çıxmırıq. Həmin o sualları indi dərhal dərsdən sonra göstərəcəm sizə. Yəni o nə zaman fənn üstü inteqrasiya olur? Müəllim evə tapşırıq verir. Müəllim layihə işi verir ki, gedin bununla bağlı həyatda bir araşdırma eləyin. Məsəl üçün deyir, müəllim coğrafiyada torpağın bitki örtüyünün quruluşunu keçdi. Şagirdlərə yaşadığı ərazinin torpağını götürməyi, onu analiz eləməyi, bunu tapşırdı. Bu şagirdlərdə hansı inteqrasiya? Şagird gedəcək, evində torpağını götürəcək, nə bilim, onu aparacaq, araşdıracaq. Bu fənn üstü inteqrasiyadır. Hə, məsəl üçün şagird burada sinifdə o həyati bacarıq əldə edə bilməz axı. Ədətən mən deyirəm, bir sinifin daxilində gedirsə, bu fənlə digər fənn arasında əlaqədir. Amma şagird gedir, deyir ki, şagird gedib yaşadığı ərazidə insanlardan müsahibə almalıdır, onu eləməlidir, onu eləyir, bunu eləyir. Artıq bu həyati bacarıqdır, müsahibə almaq, sinifdən kənarda bir praktik bacarıqlara yiyələnirlər. Əsas məqsəd nədir? Real həyat bacarığı formalaşdırırsa fənn üstü inteqrasiyadır. Yox, sinifdə şagird bu fəndən o biri fənnə əlaqələndirir, informatika dərsinə büdcə hazırlayır, götürür orada riyazi hesablama aparır. Bu informatika ilə riyaziyyatın inteqrasiyasıdır. O suallara baxacağıq. Burada fənlər vasitəsilə rolunu oynayır. O fənn üstü inteqrasiyanı belə izah edir. Öyrənmə real həyat kontekstində baş verir. Ölçülənlər isə problem həll etmə, tənqidi düşünmə, əməkdaşlıq, məsuliyyətli qərar qəbul etmə bacarığıdır. Fənn üstü inteqrasiya öyrənmə prosesində şagirdlərdən 21-ci əsr bacarıqlarını fəal şəkildə tətbiqini tələb edir. Bu yanaşma şagirdlərdə bilikləri real həyat kontekstində ifadəsini, şagirdin problem həll etmə, tənqidi düşünmə, əməkdaşlıq, ünsiyyət kimi bacarıqların inkişafını həll edir. Bəli, şagirdlərdə artıq real həyatı bacarıqlar formalaşır. Baxın dəyərli yoldaşlar, fənn üstü inteqrasiyanın məqsədi fənn bacarığı deyil, həyati bacarıq, real həyat bacarıqları formalaşdırmaqdır. Bunların məqsədə çatmaq üçün vasitə kimi istifadə eləməkdir. Yəni bu fənlərdən də olan bacarıqlar məqsədə çatmaq üçün istifadə edir. Aydın oldu? İndi və burada gəlin baxaq dəyərli yoldaşlar. Fənn üstü inteqrasiya zamanı fənlərin sərhədləri qalxır və şagird problemi bir bacarıqlı şəkildə həll edir. Burada nümunələrlə baxırıq. İndi nümunələrə baxırıq. Aha. Deməli, gəlin nümunələrə baxaq. Burada icazə verin. Aha.
Nümunə 1. Fənn üstü inteqrasiya nümunəyə baxaq, sonra keçək testlərə. Nümunə 1. Təbii fəlakət nəticəsində kənd tamamilə yaşanılmaz hala düşür. Dövlət həmin ailələri təhlükəsiz və davamlı yaşayış şəraitinə malik yeni əraziyə köçürməsini planlaşdırır. İnsanların təhlükəsizliyi, risklərə uyğunlaşma imkanlarını nəzərə alaraq yeni yaşayış məntəqəsi üçün ən uyğun yeri seçin. Seçiminizin müsbət və mümkün tərəflərini qısa şəkildə izah edin. Deməli qardaş, hansısa bir kənddə təbii fəlakət baş verib, sel olub, zəlzələ olub, dövlət də bunu təzə bir yerə şey eləyir də, düzdürmü, dəyişmək istəyir. Siz gedin ən uyğun yeri seçin. Şagird getməlidir həyatda. Bu yeri dərsdən sonra araşdırmalıdır. Tutalım ki, zəlzələ olanda, yanğın olanda biz cəmaata ən uyğun yeri hara seçmək lazımdır da, hansı daha misal üçün strateji cəhətdən əhəmiyyətlidir. Şagird gedəcək, yerə baxacaq, ölçəcək, biçəcək, yola yaxın yer seçəcək, qaza, işığa, suya yaxın yer seçəcək. Deməli bu şagirddə həyati bacarıqdırmı? Dərsdən sonra, sinifdən sonra gedəcək, yerləri axtaracaq, tapacaq, araşdıracaq. Həyati bacarıq var burada. Bu fənn üstü inteqrasiyadır. Nümunə 2-yə baxırıq. Şagird parkda gəzinti zamanı, sinif yoxdur. Bax görürsüz, sinif adı çəkmir. Sinifdən hamısı fənn üstü inteqrasiya. Əsasən sinifdə kənarda olur. Şagird parkda gəzinti zamanı ictimai məkanın zibilləndiyini müşahidə edir və bu vəziyyət insanların istirahətinə və ümumi yaşayış mühitinə mənfi təsir göstərir. Bu problem insan davranışı, ictimai məsuliyyət baxımından əsas səbəblərini müəyyən edir və problemin cəmiyyət üçün nəticələrinin uzunluğu, risklərini izah edin. Bu vəziyyətin qarşısını almaq üçün fərdi ictimai yanaşma davamlı həll baxımından təkliflər hazırlayın. Bax görürsüz, sinifdən kənarda burada nə hansı fənn bacarığı var? Xeyr, burada həyati bacarıqdır. Parkda gəzir, görür ki, insanlar parkı zibiləyir. Biri semişki atır, biri saqqız atır, biri salfetka atır. Deməli, baxır ki, bunun qarşısını almaq üçün yeni yol düşünür. Müəllim yol düşünmə tapşırığı verir. Müəllim hansı bacarıq? Həyati bacarıq formalaşdırır da. Bu həyatla əlaqəsi. Fəndə öyrəndiklərini burada istifadə edəcək, həyatda tətbiq edəcək. Fənn üstü inteqrasiyadır. Nümunə 3-ə baxırıq. Görürsüz, heç biri sinifin daxilində getmədi. Fənn daxili, fənlər arası adətən sinifin daxilində gedir, adətən. Amma fənn üstü inteqrasiya əksərən sinifin daxilində getmir. İndi gəlin baxaq. Nümunə 3. Məktəbdə bəzi şagirdlərin gündəlik fəaliyyət zamanı tez yorulduqlarını, diqqətin yayınmasının fiziki fəaliyyətdə çətinlik çəkdiyini görürük. Bu onların həm dərs, həm də gündəlik həyat keyfiyyətlərinin təsirini araşdırın. Bu vəziyyəti şagirdin gündəlik həyat tərzi və vərdişləri ilə necə əlaqəli ola biləcəyini təhlil edin. Həmçinin bu problemin fərdin inkişafına, məktəb mühitinə, uzunmüddətli rifaha mümkün təsirlərini izah edin. Deməli, bir şagirdlər məktəbdə tez yorulurlar. Bunun dərslərinə necə təsir etdiyini araşdırın, gündəlik həyatlarına necə təsir etdiyini araşdırın. Fənlərlə bağlı, kitablarla bağlı bilik var burada? Xeyr. Həyati bacarıqlardır bu şagirdlərdə. Sonra nümunə 4-ə baxırıq. Cəmiyyətdə dövlət idarəçiliyi ilə mədəni dəyərlər arasında tarazlıq pozulduqda uzun müddətli sosial problemlər yarana bilir. Bu balansın qorunması cəmiyyətin davamlı inkişafı üçün çox vacibdir. Dövlət qərarları ilə mədəni dəyərlər arasında balansın pozulması, fərdlərə ictimai münasibətlərdə sosial təsir göstərə biləcəyini təhlil edin. Bax, dövlət idarəsi, mənəvi dəyərlər, görürsüz, bunlar hamısı həyati bacarıqlardır. Deməli, həyati bacarıqları varsa, fənn üstü inteqrasiyadır. İndi gəlin baxaq, nümunə 4. Bax, burada necə verib kitabda, görün gözəl necə veriblər. Cavab. Fənn bacarığıdırsa, bax, oxuyuruq, testi analiz edirik. Fənnlə bağlı bir bacarıqdırsa, bu ya fənn daxili, fənn üstü inteqrasiyadır. Yox, şagirddə həyati bacarıq varsa, bu fənn üstü inteqrasiyadır. Yəni, bunu da testlərdə bunu əsasən diqqət etməliyik. İndi gəlin, bax, bu cədvəllə fənn daxili, fənlər arası, fənn üstü inteqrasiyanı ümumiləşdirək və keçək testlərə. Fənn daxili inteqrasiya. Əgər tapşırığın məqsədi eyni fənnin bacarığını, fənn daxili əlaqələnib yönəltməkdirsə, eyni fənnin bacarıqları bir-birinə əlaqələndirilirsə, bu fənn daxilidir. Məqsədi budur. Əsas məqsəd tədris edilən fənnin bilik bacarıqları əlaqələndirilib möhkəmləndirilməsi. Fənnə məxsus bacarıqlar olur. Deməli, digər fənlər istifadə olunmur burada, fənn daxilində. İndi fənlər arası. Digər fənnin bilik bacarıqlarından istifadə olunur. Tədris edilən fənnin bacarığını formalaşdırmaq üçün digər fənlərlə, yəni sən bugün keçdiyin dərsdəki o bacarıqları, bilikləri öyrətmək üçün
Məcbur digər fənlərlə əlaqələndirirsən ki, daha da yaxşı öyrədəsən. Fənlər arası inteqrasiya. Qiymətləndirmə apararkən nəyə əsas götürəcəksən? Sən öz fənninin bacarıqlarına əsas götürəcəksən qiymətləndirmə. Burada digər fənlərdən də dəstək alırsan öyrətmək üçün. Aha. İndi fənn üstü inteqrasiyaya baxırıq. Əgər qiymətləndirmə obyektiv fənn bacarığı, həyati bacarıqlar təşkil edirsə, obyektiv fənn bacarığı deyil, həyati bacarıqlar təşkil edirsə, şagirdlərdə real, əlaqəli, universal həyati bacarıqlar formalaşdırılır. Ölçülən qiymətləndirmə həyati bacarıqlar verilir. Fənlər burada məqsədə çatmaq üçün, fənn bacarıqları da o həyati bacarıqlar formalaşması üçün, məqsədə çatmaq üçün bir körpü rolunu oynayır, vasitə rolunu oynayır. Tamam, keçək gəlin bunun testlərinə. Belə bir testlər var. Mənim bunun çoxlu testlərim var, indi müdavimlərə işlədirik. Mən öyrətmək üçün bir qismini sizlərə təqdim edəcəm. Mənim 6-7 dənə testimiz var bununla bağlı. Aha, sadəcə birincini göstərəcəm sizə. Aha. Burada indi birinci qaydalardır əsasən. Misal üçün gəlin bax bu suala baxaq. Siz 6-cı sinif olaraq informatika, bax bayaq dediyim sual budur. Keçən il ARTİN sınağına düşmüşdü. Deyir ki, siz 6-cı sinif olaraq informatika günü adlı bir tədbir keçirmək istəyirsiniz. İnformatika fənnində deməli məlum olur ki, bunlar baş verir. Və bununla bağlı sizə 150 AZN büdcə verilibdir. Siz ehtiyacları nəzərə alaraq büdcəni planlaşdırmalısınız. Xərclərə uyğun şəkildə elə tənzimləyin ki, xərc 150 manatdan çox olmasın. Bu informatika ilə riyaziyyat fənnini şagird sinifdə oturur, informatikada bir büdcə günü hazırlayır, yəni informatika günü hazırlayır. Bunun üçün büdcə hesablayır. Riyaziyyatda hesablama bacarıqları ilə informatikada nə bilim başqa o təqdim etmə bacarıqları falandır. Deməli, riyaziyyatla informatika burada fənnə aid bacarıqlardır və həyati bacarıq yoxdur. Ona görə burada cavab yalnız fənlər arası. Yəni bunu çox adam fənn üstün götürmüşdü. Xeyr, burada bir həyati bacarıq yoxdur. Deməli, başqa bir misal üçün də bu suala baxırıq. Tapşırıq. Təsəvvür edin. Sən sinifdə oturmusan, təsəvvür eləyirsən. Siz ekoloji problemləri araşdırmaq üçün bir qrupun üzvüsüz. Sizə müəyyən bir ərazidə içməli suyu dadı, bax, sinifdə sinifdəcə. Get deyir, müəyyən bir ərazidə içməli suyun dadını müəyyənləşdir demir. Təsəvvür edin bir qrupun üzvüsüz deyir. Sizə müəyyən bir ərazinin içməli suyunun dadı, iyi, tərkibi ilə bağlı şikayət daxil olmuşdur. Siz öhdəliyiniz 3 fərqli su mənbəyindən nümunə götürüb onların tərkibi, codluğunu, bulanıq dərəcəsini ölçmə iddialarının doğru olub-olmadığını müəyyənləşdirməkdir. Datalar toplanmalı, cədvəl şəklində təqdim etməlisiniz. Problemin həlli üçün müzakirələr təşkil edilməlidir. Təsəvvür edin deyir. Şagird bunu gedib praktik eləsəydi, hardansa bir su götürsəydi, onun codluğunu və s. və ilaxır, bunda praktik bacarıq formalaşacaqdı. Amma proses sinifdə getdiyi üçün burada coğrafiya var, kimya var, biologiya var, ancaq fənlər arası inteqrasiya. Təsəvvür edin deyir. Yəni müəllim bu tapşırığı sinifdə verir. Şagird burada fənlərlə bağlı bacarıqlardır. Misal üçün, siz evdə suyu elektrik çaydanında bir neçə dəfə qaynadırsınız. Gün ərzində bu proses üçün elektrik enerjisi sərfiyyatı və bunun ailə büdcəsinə təsirini hesablayın. Deməli, bu fizika fənninə aiddir. Misal üçün də, hər dəfə elektrik çaydanını taxanda, su qaynadanda bu qədər kilovat enerji işlədir. Gün ərzində də 5 dəfə taxdın, aya vurdun 35-ə, 150 dəfə elədi. Bunu da hesaba vurursan, misal üçün kilovata və kilovatı da çevirirsən manata, bir hesablama aparırsan da, düzdür? Riyaziyyatla sən fizika fənnini əlaqələndirirsən. Burada yalnız fənlər arası inteqrasiyadır. Bir fəndən digər fənnin əlaqəsi yoxdur, dəyərli yox. Bir fəndən digər fənnin əlaqəsi var, amma həyati bir bacarıq, praktik bacarıq yoxdur. Belə, çalışacağam bununla bağlı indi sizlərə çoxlu testlər təqdim edim növbəti dərslərdə inşallah. Hələ ki dərslərin izahına üstünlük verirəm, çünki Time-in test bankı çıxacaq, orada sizə bütün testləri izah edib yerləşdirəcəm. Belə, bugünlük bu qədər. Videonu bəyənin, kanalımıza abunə olun. Sağ olun.